Sabahlarım Varşavaya gedəcəyik. Təbii ki, siz də məndən gələcəksiniz. Günaydın. Merhaba arkadaşlar. Bugün bugün bizim Polşa'da, daha doğrusu mənim Polşa'da 2-ci günümdür və biz bugün gedirik Varşavaya. Varşavada biraz gəzib sonra kızlar var, dostlar var. Gedirəm onlarla tanış olmağa. Kızlar partisine götürüyor beni arkadaşım. Geçək. Geçə bilərik. Varşavaya heç getməmişəm bu arada. Krakova artıq 2-ci evim kimi də əzbər tanıyıram. Çox gəzmişəm, çox gəlmişəm, amma Varşavaya heç getməmişəm. İndi Varşavaya gedirik. Always try to leave a little part of me off somewhere deep inside you. The ones that I've been breaking off lately just seem so far from my truth. I watched your eyes both part in tears like they were Moses, and your savior standing off on distant shores, wondering if I had ever really noticed the man I was before, if he was there anymore. And I always thought I could predict both our futures from the way your lips went sailing. But my tongue. Bəli dostlar, biz indi gəldik, oturduq McDonald's-da azıq yemək yeyib, ondan sonra düşəcəyik şəhərin canına. Hələ ki, gördüyüm qədərilə şəhər həqiqətən çox qəşəngdir. Avropanın New Yorku deyirlər. O vibe birazcık almış olabilirim. Düzdür, gözləntim Varşavadan yox idi. Krakovu daha çox sevirəm deyə hələ ki. Amma hələ ilk gördüyüm anda bəyənmişəm. Düzdür, vibe olaraq Çexiyanı daha çox sevirəm. Düşən kimi verən o hava var Çexiyada, o hava burada yoxdur. Amma yenə də şəhər olaraq yüksək binalar, hündür binalar qəşəngdir. Hal-hazırda McDonald's-dayıq, yemək yeyək. McDonald's təbii ki, international studentların ilk başvuracağı yerdir. I watched you wish that you had never even met me, and for your sake I guess I wish the same. Deməli dostlar, avtobusdaykən danışım dedim. Biz bayaq oturduq McDonald's yeyəndən sonra Moldun ətrafına çıxdıq. Orada Kültür Culture evi var idi. Göstərdiyim o saat binası. Onu gördük. Biraz orada şəkil falan çəkdirdik. İndi isə avtobusdan gedirik Old Town-a, şəhərin əsas mərkəzinə. Bütün Avropa şəhərlərində olduğu kimi, hər yerdə olduğu kimi bir Old Town var burada da. İndi gedirik ora. Oranın çəkməsindən paylaşacağım. Ones that I've been breaking off lately just seem so far from my truth. I watched your eyes both part in tears like they were Moses, and your savior standing off on distant shore, wondering if I had ever really noticed the man I was before, if he was there anymore. And I always thought I could predict both our futures from the way your lips went sailing. Oh, but my tongue is a rudder too, and it sent me off to find another island. I watched you wish that you had never even met me, and for this
niedzielę, a duszy na ciele tak młodo, tak miło, bez trąs. W niedzielę jest zaistnie wesele i serce topnieje jak most. A więc konia wiele i zbijaj z wiatru. Tylko dziś w niedzielę możliwy jest ten cud. W niedzielę. Deməli dostlar, biz hal-hazırda Old Town-dayıq. Old Town-un daxilində bir dənə belə qala qalıqları var, hansı ki Barbakian adlanır. Biz də burada şəkil və videolarımızı çəkdirməyə davam edirik. Davam edəcəyik. Bir tane video çəkdirəmirəm arkadaşlar biz. Ay saçlarımızı necə böyle geçeceğiz. Ever really noticed the man I was before? If he was there anymore. And I always thought I could predict both our futures from the way your lips went sailing. Oh, but my tongue is a rudder too, and it sent me off to find another ride. Inside of the bell of a whale. Deməli sizə mən bu dəqiqə elm və incəsənət mədəniyyət binası haqqında məlumat vermək istəyirəm. Deməli bu dünyada ən hündür binalardan biridir və Tokyodakı olan saat qülləsi tikilənə qədər dünyanın ən böyük saat qülləsi sayılırdı. Və bunun içində həm muzey, həm restoran və sair kimi görməli, belə deyək, görməli yerlər var. İnsanlar daxil olub içini gəzə bilirlər. Həm saat qülləsidir, həm də mədəniyyət və elm sarayı kimi adlandırılır. Polşada, Varşavada ümumi olaraq ən hündür bina sayılır. 237 metr hündürlüyündədir. Bu saray haqqında da məlumatlarım bu qədər. Və dostlar, biz Varşavanın demək olar görməli yerlərini gəzdik. Bacarıb çəkə bildiyim yerlərini çəkdim. Head north. Daha çox vaxt keçirməyə odaqlanırdıq. İndi isə gedirik qızlarla rəng partisi eləyəcəyik. Açıq mağazin axtaracağıq. Çünki bugün bazar gündür və hər yer açıq deyil. Geyindiyimiz rəngə uyğun geyməli şeylər alıb gedəcəyik qızların yanına. Merhabalar, merhabalar. Benim rengim narıncı. Hoş geldiniz. Hoş gördük hanım. Buyurun. Merhaba arkadaşlar. Ben mavi renkten gelmişim. Bu da kanalın ev sahibi. Ben. Değil. No. Düşmeyim hansı çizilmeley o şerefe.
Bye bye. Görüşürüz.